artıq yəni mövzu haqqında məlumat verdim. Gəlişək bu ilk video əslində bunu demişdim çoxdandan. Amma çalışıb bir dəfə video demək istəyirəm ki, çox insan məsələn playlistin nə olduğunu bilmir də, yəni daha doğrusu bu playlistin nə olduğunu bilmir. Bu playlist haqqında məlumat verirəm. Bu playlist haqqında məlumat olduqdan sonra da siz digər mövzulara baxa bilərsiniz. Bu da ki, yəni dediyim kimi 2026-cı ildə Azərbaycan uşaqları olsun, laf indi gələcəkdə 2027, 2028-ci ildə uşaqlar olsun, hətta daha rahatdır. Çünki onlarda vaxt limiti yoxdur. Yəni 2026-cı vaxt limiti var. Amma onlarda vaxt limiti yoxdur. Yəni istədikləri qədər azlaşa bilərlər və bunları gün olaraq yazmışam. 120 gündə fizikan bitir kimi bir konspektdə birləşdirmişəm. 120 gün yazmışam. Əslində imtahanın 90 falan gün qalıb. Yəni 2026 uşaqları gündə 2 mövzu qurtarmalıdır. Yəni onlara görə bir gün 2 gün keçməlidir. Amma 2027-dən imtahan verənlər falan filan, onlar məncə çox rahat olacaq onlar üçün seriya. 2026 üçün də rahat olacaq, çünki dərslər də uzun deyil. Məsələn, biri 20 dəqiqə olar, maksimum 30 dəqiqə arası olar. Hətta daha tezlərdə olur. Məsələn, atdığım çox belə videolar var ki, 13 dəqiqədir. Yəni, çətin deyirlər və hər zaman hazırlaşılsa və deyilənlər əməl olunsa, nə olar? Yaxşı bir nəticə olar. İndi istəyirəm ki, dərsimizə başlayaq. Yəni, dərsimiz nə idi? Mexanik hərəkətin təsviri. Düz xətti, bərabər sürətdə hərəkət. İndi bunun əslində bəlkə də faktor olar, çünki dediyim kimi 20 dəqiqə bölmək istəyirəm. Onun üçün bu mövzunu 2 yerə bölərəm, yəqin ki. Birinci olaraq mexanik hərəkətin təsviri haqqında danışırıqsa, birinci bilək görək mexanik hərəkət nədir? Mexanik hərəkət tərif formasını deyirəm, ondan sonra açıqlayacağım tərifinin olduğunu. Tərif bu formadadır ki, zaman keçdikcə cismin başqa cismə nəzərən vəziyyətinin dəyişməsinə və ya yerinin dəyişməsinə mexanik hərəkət deyirik. Təbii ki, tərifi baxanda belə baxdığınız görə nə deyil bu? Anlamadınız. Amma tərifi yazıram lövhəyə, ondan sonra bir ayrıntı ilə keçək, ondan sonra ümid edirəm ki, anlayarsınız. Mexanik hərəkət deyilir. Umarım ki, tərifi görürsünüz burada və burada ilk nəzərimizdə satan şey nəzərən sözünü belə yazmalıdır. Nəzərən nə deməkdir ümumiyyətcə? Nəzərən nisbi olmayan bir şeyi göstərmək üçün işlənilən sözlərdəndir. Mən belədir ki, məsələn, nisbidir mexanik hərəkət. Digər başlıqda nisbi olan bir şey nədir? Nisbilik nədir ümumiyyətcə? Yəni, nisbi odur ki, məsələn, mütləqlik var və nisbilik var. Mütləq odur ki, sənə görə də belədir, başqa bir insana görə də belədir. Amma nisbi olan bir şey odur ki, sənə görə başqa ola bilər. Bunu belə izah etməyə çalışır. Məsələn, kütlə. Atıram, 5 kiloqram alma var bura. Sənə görə də 5 kiloqram alma var. Başqa bir adama görə də 5 kiloqram alma var. Amma bir də var ki, kimsəyə qarşı olan məsələn, atıram, fizik olmayacaq bu, bir his. Yəni, sən ondan xoşun gələ bilər. Başqa adam ondan zəhləsi gelir. Yəni, bu nədir? Hiss edilən bir şey, demək olar, nə oldu? Nisbi bir şey oldu. Mexanik hərəkətdə fizikadakı bir çox şeylər var, zaman falan, düzdür, ortometrdə yəni burası mütləq yazılır, amma zaman da nisbidir və mexanik hərəkətin aşağıdır. Mexanik hərəkətin nədir? Nisbi bir şey deməkdir. Nə bilirsə, nətər ola bilər, yəni vəziyyət dəyişdirməsi, nətər ola bilər? Bu, başqa cisimə deyirik, başqa cisimə nəzərən. O başqa cisim bunu nisbi edən bir şeydir. Çünki başqa cisim nədir? Onu elə bir ki, müşahidə edən, ona baxandır. Ona baxana görə dəyişə bilər. Məsələn, bunu izahını verim. Bunu düşünək. Məsələn, kitabı hərəkət etdirirəm. İndi mənə soruşsanız, ya siz görsəniz ki, marker hərəkət edirmi? Sualın cavabı, marker bəli. Mən deyirəm, hərəkət edir ki, görürəm, hərəkət edir. Amma bunu kitaba desən, kitab deyir ki, yox, marker sabit qalır. Və yaxud yer kürəsinə düşünək. Güneşdir bu, yerin ətrafını fırlanır. Biz də yerin üstündəyik. Bu sənsən. Bu qədər yekarlısan və hərəkət edirsən. Belə bir hərəkətin var. İndi gedib güneşə soruşsan ki, bəs mən hərəkət edirəm. Yəni sən də sabit durmursan, belə sükəntdə belə yazıq demirdir, məsələ verməz, durmursan burada. Yəni deyir ki, hərəkət edirsən, güneş deyir ki, hərəkət edir. Hərəkət edir. Böyük bir sürətlə hərəkət edir. Amma indi gedib yer kürəsini soruşsan ki, bəs hərəkət edir üstündəki, deyir ki, yox. Yəni yazıq durub orada. Siz yerin dönməyi nəzər almayın, yazıq durub orada deyir. Yəni, nisbi bir şeydir. Mexanik hərəkət nədir? Nisbi bir şeydir. Mexanik hərəkətin növləri var. Növlər haqqında danışmaq istəyirəm. Mexanik hərəkətin 3 növü var. İrəliləmə, fırlama, bir də rəqs etmə. İrəliləmə nədir? İrəliləmə odur ki, cisim hərəkət edir. Yəni, bunu biraz orada da izah etməyə çalışacağım. Çünki mənasını başa düşün bəsdir. Yəni, bu haqda çox suallar gəlir. Yəni, İrəliləmə hərəkəti nədir? Cisim hərəkət elədiyi zaman onun bütün nöqtələri sadəcə tək istiqamət edir. Yəni, nə qədər? Belə düşünək. Bu maşın olsun, bu da onun müəyyən zaman sonra getdiyi yer olsun. Məsələn, onun içindəki məsələn, bir dənə xət çəkək də, Bu xət təzdən burada çəkilsə, eyni bir xət olur.
Yəni nə tər ola bilər? Məsələn, maşın burada şey atsa, yəni qəza baş versə, maşın tərsinə çevrilsə, bu xətt nətər olar? Bu xətt belə olur. Yəni bu irəliləmə hərəkəti deyil, irəliləmə eləmədi. Amma burada irəliləmə elədi. Gəldi, yəni elə olsun ki, gəlsin. İndi çox adam elə deyir ki, bu ancaq düz xətt üzərində getməlidir. Xeyr. Yəni gedə bilər bura. Təzən yəni yuxarıda belə tutaq ki, bunu belə o şeylər də var, Hollywood filmləri. Gəlib inəyə falan çəkirlər, göydən. Yatılanlar. Bunun kimi çəksin yuxarı yenə paralel qalır. Qalır. Yəni irəliləmə hərəkəti belə bir şeydir. İndi fırlanma hərəkəti var. Fırlanma hərəkəti az əvvəl çəkdiyim günəş ətrafında yer kürəsi fırlanır. Fırlanma hərəkəti burada. Fırlanma hərəkəti olur. Rəqs hərəkətini indi burada eləyərəm. Rəqs hərəkəti burada izah eləyərəm. Burada şey də var. Rəqqas var bir dənə. Rəqs hərəkəti yəni salon rəqqası falan filan. Bunu da burada eləyərəm, siz də görərsiniz. Gedirdim evə, qaçırdım evə, amma qaça bilmədim. Bunu izah eləyəcəyim yadıma düşdü. Bunu izah eləyim. Rəqs hərəkəti nədir? Müəyyən bir tarazlıq nöqtəsi olmalıdır. Bunun tarazlıq nöqtəsi buradır. Tarazlıq nöqtəsi haqqında nə edir? Cisim hərəkət eləyir. Bunu belə eləyim. Bəli. Bu da rəqs hərəkətdir. Tarazlıq nöqtəsi haqqında nə etsin? Rəqsi hərəkət eləyir. Yəni bunu saatın kəfkəri falan filan yazını saxlaya bilərsiniz. Ümid edirəm gördüyünüz rəqs hərəkəti də artıq silirəm və indi maddi nöqtə anlayışına keçid edirəm. İndi maddi nöqtədən danışaq. Maddi nöqtə nədir? Tərif formasını deyirəm. Ondan sonra nə edəcəm? Maddi nöqtənin lövhəni izah etməyə çalışacağam məntiqi cəhətdən. Ondan sonra da telefonda Google Map-də maddi nöqtəni göstərməyə çalışacağam ki, həqiqətən də maraqlı olacağını və yadda qalıcı olacağını inanıram. Öncə o tərifini deyim. Yəni tərif belədir ki, yəni rast pis tərifdir. Çünki burada başqa şeylər var, amma siz tərif bilsəniz yetərlidir. Ölçüləri nəzərə alınmayacaq dərəcədə kiçik olan cisimlərə maddi nöqtə deyilir. Nəzər nəzərə alınmayacaq dərəcədə. Ölçüləri nəzərə alınmalısan. Yəni elə bir məsələ şərtləri olur ki, nəzərə alınmalısan. Məsələ şərti budur. Mən buradan ora neçə lövhənin bu ucundan, bu ucuna neçə saniyədə gedirəm. Məsələdir. Sən burada nəzər alanda mən evimi nəzər almalısan. Yəni burada cisim mənəm də. Maddi nöqtə deyiləm mən. Yəni mən mütləq ölçümü nəzər almalısan sən. Evimi nəzər almalısan. Almırsan. Cəfəngiyat. Alınır. Yəni belə bir şey doğru deyil. Amma məsələn indi var ki, çox kiçik bir nöqtə atıram, belə bir nöqtə. Bunu daha kiçildir. Bunu inanılmaz dərəcədə çox kiçildir. Onun üçün oradan ora hərəkətinə sən maddi nöqtə kimi baxa bilərsən buna. Yəni ölçüsü o qədər böyük bir əhəmiyyət kəsb eləmir. İndi telefonda nə göstərmək istəyirəm? Birincisi burada onu göstərim. Yəni məsələn telefonda Google Map var. Google Map-də məsələn məni telefonda indi görəcəksiniz. Məsələn tutaq ki, bura hara olsun, bir şəhər olsun, binalar falan filan olsun bunlar. Binaların arasındayam. Mənə bu maddi nöqtə kimi göstərir. Niyə maddi nöqtə kimi göstərir? Çünki əgər mən biraz daha yekətsəm, telefonu məsələn atıram bura olduğu şəhər, yəni şəhər göstərir də bura. Şəhərdə təsəvvür edin bura. Orada da mən iki nöqtə göstərir. Yəni gerçəkdə mən bu boydayam. Yəni o qədər də kötü deyiləm yəni. Və yaxud Azərbaycan xəritəsi boyda indi gətirəcəyik. Azərbaycan xəritəsi boyda. Orada görəcəyik ki, nədir? Mən şəhər boyda göstərir. Şəhər boydayam. Yəni deyir ki, mənə yəni ölçünü nə edirsən sən? Yəni maddi nöqtə olduğumu yəni özümə alıram. Nə edirsən ölçünü? Sən bir yerdən getmək lazım deyilmi? Get dostum. Sənə ölçü lazım deyil. Yəni və yaxud başqa bir şeyə baxaq. Tutaq ki, mənim indi telefondur bura. Dünya. Dünyanı da getmək olur. Yəni bizim vaxt eləmək olur. Bunda ki, evdə baxarıq. Burada mənim götürüb Azərbaycan boyda göstərir. Yəni burada mənim maddi nöqtə olduğum məncə anlaşılır. Buradan baxaq, burada gördüyünüz kimi mənim maddi nöqtə kimi göstərir. Yəni mənim ölçülərimi nəzərə almayıb. Yəni gerçəkdən mən Gəncə boydayam? Deyiləm təbii ki. Yəni daha böyüdür, dediyim kimi Azərbaycan boyda eləsəm məni nə boyda eləyər? Gördüyünüz kimi şəhərdən daha böyük oldum. Hətta dediyim kimi dünya boyda eləsəm daha çox eləmək olmur. Gördüyünüz kimi ölkə boyda məni göstərməyə çalışıb. Yəni bu mənim bir yerə getməyimdə problem yaradırmı? Xeyr, yaratmır. Yəni məni maddi nöqtə hesab eləyə bilər. Yəni mən ölçülərimi nəzərə almaya bilər. Maddi nöqtə belə bir şey. Yaxud yəni məsələ şərtinin asılı olaraq ölçülərini nəzərə almamalıdır. Yəni zaten tutacaqsınız buna. İndi gəldik hesablama cismi anlayışı. Marker. Kosmosun təsəvvür düz elə bir yer yoxdur, amma elə bir boşluq olsun ki, heç bir cisim olmasın orada. Heç bir təsir, heç bir qüvvə var, yəni mütləq qüvvə var. Yəni cazibə qüvvəsi var, bunu keçəcəyik. Cazibə qüvvəsi sonsuzdur. Mütləq bu cisimə təsir edir, amma eləməsin. Nəzərə alaq. Yəni nə eləsin? Kosmosdadır və orada bu cismi mən çox bir sürətlə hərəkət etdirirəm. Yəni belə yumruq vururam, gedir. İndi bunu mən də yoxam. Mən də yəni işıqlandım, çıxdım, getdim oradan. Bu cismin hərəkət edildiğini hardan bilə bilərik? Ümumiyyətlə bu cisim yerində olun, siz hərəkət edirsiniz də belə.
nə bilirsiniz hərəkət elədiyinizi? Məsələn, yolda maşınla gedəndə ağaclara baxsın, ağaclar belə tez gedir. Görürsən ki, mən hərəkət edirəm də. Yəni o ağaclar falan olmaz, hər tərəf qapqaranlıq olsa, yəni səs falan hamısını nəzərə alın. Hərəkət edəcəyinizi bilmərsiniz. Ümumiyyətcə bir hərəkət etmək üçün nə lazımdır bizə? Kimsə bizə baxmalıdır. Yəni daha çox insanların burnuna oxşuyur. Yəni müasir dövrdə insan öz uğruna fokuslanmır. Kimsə məni tək görür, ona fokuslanır. Bu da onun kimi, cisimlər də əslində. Yəni nə edir? Deyir ki, mənə kimsə baxmalıdır. O baxan cisimdə, bunu müşahidə edən adamda, o nə adlanır? Hesablama cismi adlanır. Çünki bu hesablama var. Məsələn, nə qədər hesablama cismi olsun? Natıram, bir dənə məşqçi olsun. Məşqçinin bir dənə idmançısı var. İdmançısı da ki, yəni qəşəng edir, haqqın veriləsidir. Və deyir ki, mən məşqçim dünya rekorunu qıracaq. Onun görə bir adam tutub, deyir ki, bu məşqçin buradan bura hərəkət edəcək, sən də durarsan burada, onun çatacağı haqqında mən məlumat verəsən, görün neçə saniyyə çatdırdı. Nə qədər çatdı? Yəni bunun sürətini ölçmək istəyirlər konkret olaraq. Yəni məşqçi də buradadır, start verildi. Yəni kimsə varmı? Bax bu adam nə oldu buna? Hesablama cismi oldu. Bu adam nə edir? Bunu müşahidə edir. Hesablama cismi. Yəni bir çox misallar göstərmək olar bu haqda. Və yaxud bir siz hesablama cismisiniz. Mən dərsimə baxırsınızsa əgər ki, inanmıram izləyici olan, amma baxırsınızsa nesiniz? Hesablama cismisiniz. Amma az əvvəl mən dedim ki, bu cismin sürətini ölçmək. Cismin sürətini ölçmək nədir? Cismin mən sürətini ölçürəmsə, artıq mən burada fiziki bir proses edirəm. Yəni siz mənə dəqiqə baxırsınız, baxmaq fiziki proses deyil, yəni buna belə baxırsınız, görün daha niyə gedir. Amma əgər ki, burada bu adam bunun sürətini təyin edirsə, sürət bilirsiniz ki, fiziki kəmiyyətdir də, onda niyə edir bu? Bu fiziki proses həll edir. Və fiziki proses həll etmək üçün bu hesablama cismi olmağı kifayət deyil. Gəl bilirsən niyə kifayət deyil? Şöyle görək ki, kifayətdir. İndi olmağının səbəbini izah edeyim şahidin. İndi təsəvvür edin ki, bu buradan başladı və qaça-qaça gəldi bura. Ondan sonra məşqə qaça-qaça gəldi buna. Deyir ki, danış. Neçə metr bölü saniyənin hərəkət elədi? O qaç deyir ki, bək qaçdı. Deyir ki, nətər hesablamısan sən burada? Nətər olmuyor ki? Deyir ki, mən nətər hesablayayım? Mənim saadım yoxdur. Zaman. Demək ki, bizə nə lazımdır? Zamanı ölçən cihaz lazımdır. Yəni, nə deyirik? Əgər bir fiziki proses həll eləmək üçün, bir hesablama aparmaq üçün nə olmalıdır? Bir zaman ölçən cihaz olmalıdır. Bunlar indi götürdülər yaxşı, zaman ölçən cihazı götürdü buna verdi. Dedi ki, yaxşı alacaq, o da məşqçilə falan Rolex satışladı alacaq. Rolex'in satı dedi ki, bu Rolex'i verirəm sənə. Deyir, görüm də bu neçə metr bölü saniyəyə ki, deyir ki, yaxşı, bir də qaçsın. Bundan sonra deyir ki, ev yoxdur, cəb yenə qaç. O sonra burada qaçarsa gedir, qaçarsa gedir, təzin yenə gəlir. Deyir ki, bunun nə qədər qaçır? Deyir ki, 17 saniyəyə qaçır. Neçə metr bölü saniyəni qaçır? Sürətini soruşuram səndən. Deyir ki, mən sürətini tər ölçüm. Bu məsafəsini bilmirəm, buradan bura qədər məsafə nədir. Bu nə deyir ki, bu bunun getdiyi yoldur. Ümumiyyətcə, bu yol koordinatdır. Bunu koordinatını bilməlidir. Başlanğıc koordinatı məsələn olsun 0, son koordinatda olsun 100 metr olsun bu cinsində. Demək buradan bura qalsın. Bunları biləndən sonra fiziki bir prosesi həll edə bilir. Sən. Yəni bunu da yazım normalda koordinatı bilməlidir. Koordinat nədir? Yəni normal konumumuz. Yəni mütləq şeydir. Maddi nöqtənin aldığını izah edəndən sonra konuma falan belə izah hakimsiz biraz. Ömrümüz konumum. Yəni mənim konumum hardadır? Maddi nöqtə dediyimiz şeydir. Koordinat dediyimiz şey olur. Koordinatı bilməlidir. Bir də nə olmalıdır? Hesablama cismi olmalıdır. Bunu da çıxardım. Bir də nə olmalıdır? Hesablama cismimiz olmalıdır. Hesablama cismimiz də budur zaten. Hesablama cismim də olsa, yəni bu ən başda şərt idi zaten. Yəni sadə gətirib cüvətin atası deyil, kimsə bilməlidir. Hesablama cismi. Hesablama cismi. Bax bu üçü bir yerə gələndə sistem halı gətirir. Olur hesablama sistemi. Olur bəli, hesablama sistemi. Yəni hesablama sistemi bir fiziki proses əlləmək üçün lazımdır və tərifi də zaten mənim dediyim sonra görürsünüz ki, tərifi çox işlətmirəm. Çünki əsas mənalı bir şey düşəndən sonra zaten sənə tərifi soruşun, suallar düzü çox azdır, amma var. Yəni soruşun suallarda da zaten məntiqini tapacaqsın. Şimdi koordinatı az deyildi, koordinatı çox tez bir zaman içində izah etmək istəyirəm yenə. Nəfər, yəni koordinatın öz dərinə girək, çünki koordinat vacib bir şeydir fizikada. Koordinat əslində riyaziyyatda bildiyiniz bir şeydir. Amma indi gəl fizikaya gələk. Əslində, koordinat deyilən bir şey yoxdur. Yəni, riyaziyyatda yoxdur. Sadəcə biz bunu riyaziləşdirmək üçün, təbiəti riyaziləşdirmək üçün koordinat dediyimiz bir şey gətirmişik. Bunu nətər deyə bilərsən? Deyə bilərəm ki, belədir. Məsələn, təsəvvür et ki, bu bir dənə ev olsun. Bunu çəkə bilsəm, həqiqətən halal olsun mənə. Çünki 3 ölçü də çəkməyə çalışacağım. Bu ev olsun.
Atıram, bu olsun it. İt olsun. Ne bileyim, burada bir dənə ağac olsun. Burada bir dənə topla oynayan uşaq olsun. Bu da ola bilərsən də. Topla oynayan bir dənə uşaq olsun. Bax indi. Normal həyat. Normal həyat. Yəni normal gözəl bir gündür. Hətta günəşli bir gün falan. Adam uşaqların qaydası gəlir. Gözəl bir gündür. Amma orada bir şey var ki, biz riyaziləşdirmək üçün demişik ki, bunu koordinatlarla ifadə edə bilərik. Mütəş ifadə edə bilərik. Koordinat riyaziyyatdan bildiyimiz funksiya. Yəni funksiyanın kimi düşünməyin də bunu. Bu olsun yuxarı y, yəni bir cisim yerdən nə qədər yuxarıdadır. Məsələn, bir dənə nöqtə götürürəm. Bura başlanğıc koordinatı. İstədiyiniz yerə başlanğıc koordinat götürə bilərsiniz. İstədiyiniz yerə. Məsələn, bura başlanğıc koordinatı mən buraya götürürəm. Bu olsun mənim yanlara getməyəm, z olsun. Bir də olsun nə? X. X-də nədir? X-dəki əgər buradan görür məsafə. Bu nə deməkdir? İndi koordinat başlanğıcından bu nə qədər məsafədədir? Atıram 10 metr. 10 metr olsun. İndi deyə bilərsən mən, bu neçəkdir? Məsələn, burada da hesablama dizimini həmişə hesablama istəyir, daha doğrusu koordinatla verirlər. Koordinat olmalıdır əlində. Məsələn, burada da bir dənə adam olsun. Başlanğıc koordinat bu adamın məxsusdur. Bu adam, başlanğıc koordinat ümumiyyətcə bu adamdır. Adam özüdür. Ev, yəni bu deməkdir ki, ev bu adamdan 10 metr məsafədədir. Bunu bilmək üçün bizə nə lazımdır? Koordinat lazımıymış. Deyə bilərsən ki, bunu da hesabı xəttlə yazardım da. Bu elə deyil deyəcək. Demək ki, ev. Bu adamdan, məsələn, atıram bura qədər 5 metr olsun, atıram bura. Düz deyil, yəni bu yazam ağzı bəlkə satsa. 5 metr bu tərəfdədir. 5 metr bu tərəfdədir. Atıram da 7 metr də bu tərəfdədir. Əslində böyük ihtimalle yanlış etsə. 7 metr bu tərəfdə, 5 metr bu tərəfdədir. İkisinin birləşimi oradadır. Yəni, məndən 5 metr ev sağdadır, belə deyə bilərsən. 7 metr də qabaqdadır, belə deyə bilərsən. Mən sağ deyib böyük ihtimalle göstərdim. Həmişə onları qarşılayırım. İtin koordinatı. Deyə bilərsən ki, it atıram 3 metr məndən bu tərəfdədir. Mənim bu 3 metr bu tərəfindədir. Amma nə qədər olsun, bura olsun 20 atıram. 20 metr də qabağımdadır. Ümumi koordinatda olsun 27. Amma aramızda 27 metr məsafə var. Amma bunu sağ sonla ifadə edirsən. Və yaxud göydə bir dənə quş uçur. Göydə bir quş uçur. Bu Y-dir, bilirsiniz nə oldu? Bu quşun sizdən olan hündürlüyü oldu. Hündürlüyü oldu. Bəlkə də bunun aranızda məsafə ola bilər 27 metr. Amma atıram 20 metr sənin nədir? Quşun arasında hündürlük fərqidir. Onun üçün koordinat vacibdir. Koordinat vacibdir və biz əsasən fizikada bir ölçüyə baxasınız. Narahat olmayın. Yəni mən burada 3 ölçü yazdım. 2 ölçüyə də baxasınız, amma əsasən bir ölçü olur. Amma burada bizim gözümüzü qorxuzdum biraz. Amma real həyatda nə fərqdir? Real fizikada baxırıq deyə. Real fizikada belə. Normal şəkildə arzından yazaq. Çizdiyi nöqtə X olsa belə yazırlar, normal X. Bir ev bunun içindədir. Ev bax buradadır. Məsələn, bura olur adam. Adam belə yazırlar. Adamla bu ev arasında nə qədər məsafə var məsələn? 10 metr. İndi bu 10 metr nə deməkdir? Bu adam evdən 10 metr hardadır? Soldadır. Və yaxud bura olsun. 20 metr. Burada da atıram topla oynayan uşaq olsun. Topla oynayan uşaq nə qədərdir? 20 metr sağdadır. Koordinat sadəcə bunu bildirir. Koordinat olmasa deyənmərsən 20 metr soldadır, 20 metr sağdadır. Koordinat lazımdır ki, sən onu deyəsən. Yəni bu da ki, günümüzün əslində parçasıdır. Sadəcə riyaziləşdirmişik. Yəni riyaziləşdirmişik ki, məsafələri tapılanlar. Koordinat da dediyim kimi çox işlənəcək bir şeydir. İndi trayektoriyanı aşıracaq. Bu trayektoriyanda çox asan şəkildə izah etmək istəyirəm. Tərif cəhətdən belədir ki, cismin hərəkəti zamanı cızdığı xəttə trayektoriya deyilir. Cisimli hərəkət elədiyi zaman cızdığı bir xətt oldu. O xəttə nə deyirəm? Trayektoriya deyilir. Əslində bütün cisimlər hərəkət zamanı neyir? Xətt çizir. Nə görürsən ki, nə danışırsan sən? Mən yeriyirəm, xətt çizmirəm. Əslində çizirsən, amma o xəyali xəttdir. Yəni gerçəkdə də əslində var, amma görsənmir. Yəni görünmür. Sadəcə cızmısan o xətti. Məsələn, onu görməyin yolu böyük ihtimal benzini partlayan bir maşınlar olur. Yəni axıda benzin axıda gedir və ya su maşınları olur, su sənləri daşıyırlar. Onda yaşılıq getdiyi yolu görə bilirsən bir konkret olaraq. Çox yöntəm var, Və yaxud bunu özün də təcrübə edə bilərsən. Bir dənə su tulkasından deş, hərəkət eləməyə çalış, görürsən ki, niyə bilirsən, cızmısan. Və ya hatta burada göstərdim elə, yəni su niyə verirsən. Bu marker əslində belə hərəkət edə bilər. Əslində belə də cızır xətt. Amma bunu göstərmək üçün cızmağa çalışdım və belə bir şey yarandı. İndi traktoriya fiziki bir kəmiyyət deyil.
Traktor fiziki bir kəmiyyət deyil. Yəni çox adam deyir traktor fiziki kəmiyyət deyil. Traktoriyanın fiziki kəmiyyəti nə idi? Fiziki kəmiyyətin keçən dəfəki dərsdə bunu izah etməyə çalışdım. Fiziki kəmiyyət odur ki, cismin və ya hadisənin təcrübədə ölçülə bilən hissəsi. Mən burada fiziki traktorun nəyini ölçürəm? Heç nə ölçmürəm dərəcə. Heç nə ölçmürəm traktoriyada. Traktor sadəcə bir nədir? Fiziki bir şeydir. Fiziki bir şeydir traktoriyada. Traktoriyanın nəyi var? Başlanğıc nöqtəsi var. Bura başlanğıc deyək. Son nöqtəsi var. Burada nə deyək? Son deyək. Traktoriya mən nəyini ölçə bilərəm ki? Onu. Mən traktoriyanın uzunluğunu ölçərəm. Nəfər ölçərəm. Məsələn, sap götürərəm. Sapın uzunluğunu apararam belə. Ondan sonra sapını götürərəm, uzadaram. Xətt ölçərəm. Nə olar? Uzunluq olur. Bax, aldığım o şey yoldur. Yol deyilir fizikada. Budur. Traktoriyanın uzunluğuna yol deyilir. Qısa bir şəkildə. Traktoriyanın uzunluğuna yol deyilir. Yol length, İngilizcə long, götə elə bir şeydir və onun müşərrəfinə B hərfinə işarə olunur. Vahidi nədir? Vahidi də ki, metrdir. Yəni, beynəlxalq sistemdə bu nə deməkdir? Bax, bu işarə mənası beynəlxalq sistemdə əsas vahidi deməkdir. Əsas vahidi nədir? Metr. 1 metr deyirlər. Metrdir. Yəni, santimetr də var. Kilometr də var. Amma metr. Yəni, fizikal metr götürür. Ondan sonra başqa nəyə ölçə bilər? İç qısmında. Başqa ölçəklərini görürüm. Mən cismin başlanğıc nöqtəsi buradır. Son nöqtəsi buradır. Yerimi hara dəyişdirmişəm? Yerimi nəsə dəyişdirmişəm. Yerimi dəyişdirmək üçün mən deməliyəm ki, mən ora getmişəm. Əlimi işarə ilə verməliyəm ha özdə. İşarəsiz olmaz. Nə bilim, bəlkə oradan bura gəlmişəm. Elə düz olmaz. Onu görə mən nə eləməliyəm? Başlanğıcla sonu birləşdirməliyəm. Umuram ki, düz xətti. Düz xəttə oxşuyur. Və bunu nə eləməliyəm? İstiqaməti olmalıdır. İstiqaməti olmalıdır. Demək ki, burada tərif deyə bilərəm. Yer dəyişmə üçün. Bax, gördüyünüz kimi yer dəyişmə düşüyor bu. Və yer dəyişmənin S hərfindən işarə edilir. Nədir? Başlanğıc və son nöqtəni cismin hərəkəti zamanı məbəlçi, başlanğıc son nədir? Mən ayağımla başımı birləşdirmək falan. Cismin hərəkəti zamanı başlanğıc və son nöqtəsini birləşdirən, istiqamətlənmiş düz xətt parçasına nə deyirik? Yer dəyişmə deyirik. Hərəkətini başlanğıc son birləşdirir, istiqamətlənib düz xətt parçasıdır. Yəni, burada da gördüyünüz kimi yer dəyişmə vektorlar bir kəmiyyətdir. Yəni, vektor kəmiyyəti nədir, skalar kəmiyyəti nədir bilmirsinizsə, part 2-də sürət haqqında, sürəti keçəndə bu haqda geniş danışarım. Bunlara olmayın, zaten burada o qədər lazım olmayacaq. Sadəcə vektorial kəmiyyətdir. Vektorial kəmiyyəti haqqında biraz da danışacağım. Proyeksiyalar haqqında. Amma part 2-də daha geniş danışmaq istəyirəm. Vektorial kəmiyyəti haqqında. Vahidi metrdir. Hər ikisini necə ölçə bilərəm? Xətt keçidi ölçərəm. Yəni, əsas ölçü sahəsində xətt keçidi. Hətta burada left qafalanda var, amma əsas xətt keçidi. Yolla yer dəyişmə arasındakı məncə fərqi biraz tutmuş kimisiniz ki, indi biraz danışacağım. Amma nə demiş, yol sadə bir şeydir. Amma yer dəyişmə də biraz sadə deyil. Niyə sadə deyil? Çünki vektorial kəmiyyətdir. Vektorial kəmiyyətdə biraz sadə deyil, çünki bunun həm istiqaməti var, həm də ədədi qiyməti var. Vektorial kəmiyyətin tərifi budur. Həm istiqaməti olmalıdır, konkret ora, bura, istiqaməti olmalıdır. Həm də nə olmalıdır? Ədədi qiyməti olmalıdır. Ədədi qiyməti göstərilir, başında bu işarəni qoymur. Başında bu işarə bunun vektorluğunu bildirir. Vektorial kəmiyyət olduğunu. Amma ədədi qiymətini göstərəndə sadəcə S yazırsınız. Və belə deyim ki, mən bunu vahidi mənasında yazmışam yanıma. Amma vektor normalda mənasını götürür, məsələn, S bərabərdir 5 metr deyə bilmərsiniz. Yəni, mümkün deyil. Nə eləməlisiniz? S-i ədədi qiymətdə yazmalısınız. Ədədi qiymətini 5 metr deyə bilərəm. Və belə bir şeyi də yadınızda saxlayın ki, vektorun ədədi qiyməti, məsələn, atıram bir dənə S vektoru seçək. S vektoru. Bunun ədədi qiyməti, bu vektorun uzunluğudur. Yəni, az əvvəl hətta gördüyünüz kimi, mən başlanğıcım buradır, sonum buradır, Buradan bura qədər arasında məsafədə 5 metrdirsə, mən yer dəyişmə metodlar 5 metr olar. Demək ki, vektorun uzunluğu nədir? Onun ədədi qiymətidir, hətta bunun modulu da deyirlər. Yəni, yadınızda saxlayın. İndi gəldik abituriyentlərin ən çox anlamadığı mövzuya, amma bunu bacardığım qədər sadəcə nəzərə istəyirəm. Vektorial kəmiyyətlərin proyeksiyası deyilən bir şey var. Dedik ki, vektorial kəmiyyətlərdə bir təyər anladım. Proyeksiya nədən onu bilmirəm. Proyeksiyanı belə izah edeyim. Bir dənə proyeksiya toxunu seçim. Bu da olsun S vektoru. Mən tutaq ki, buradaydım. İndi gəldim bura. Neyirsə nətədir fırlamışam. Gəlmişəm bura. Bunları nə edirəm? Birləşdirir. Bu olur nə? Mənim vektor. Nə bilərsən ki, çəkdiyim
Hal oldu. Yəni, işte, bunun proyeksiya nə tər bir şeydir? Proyeksiya odur ki, proyeksiya bunu biraz əzbərçi formasını deyim. Ondan sonra da anlaya biləcəyiniz formada deyim. Anlaya biləcəyiniz formada deyim. Burada olan hər kəsin dediyi kimi, proyeksiya zaten projection kölgə deməkdir. Latin dilində, Yunan dilində, ingilis bilmirəm hansıdır. Amma kölgə demək olduğunu bilirəm. Kölgə nə deməkdir? X ox istiqamətində bunun kölgəsi. Məsələn, buradan gətirən işıq tutsanız, bu arxaya bir kölgə düşər də. Tamam, bura oldu nə? Bunun proyeksiyası. Və x ox üzərində proyeksiyası. Çünki kölgənin buradan işıq burada tutacaq. Və buradan da tuta bilərsiniz işığı. Bu da düşür y ox istiqamətində. Bu da olur y ox istiqamətində nəyi? Bunun proyeksiyası. Mən normalde isə bunu fərqli izah edeyim. Yəni, belə izah edeyim ki, bu sən başlanğıc nöqtən deyil dostum. Son nöqtən deyil. Yer dəyişmirsən də, yer dəyişmirsən. O deməkdir ki, sən x oxa, məsələn, x oxu nə idi? X oxu mənim qabağım idi də. X oxu dediyim şey, mən nə qədər qabağa gedib, və mən nə qədər arxadadır, və mən nə qədər sağımdadır, mən nə qədər solumdadır, x oxu budur. X oxu budur ki, həmişə sənin hündürlüyünü bildirir. Nə qədər yuxarı gedib. Demək ki, sən, məsələn, bura nə deyək? 5 metr deyim, atıram, sırf ondan sonra başqa şey yazıram. Burada 7 metr olsun. Demək ki, sən 7 metr sağa getmişsən, yerini dəyişmişəm, 7 metr sağa getmişəm, 5 metr yuxarı getmişəm. Yəni, bunu belə deyə bilərəm, məsələn. Həqiqətən 7 metr sağa getmişəm, 5 metr yuxarı qalxmışam, düzəltmişəm bu nöqtəyə. Və yaxud 5 metr yuxarı getmişəm, 7 metr sağa getmişəm. Bu nöqtəyə sığmışam. Birinci olaraq nə qədər olduğunu tapaq. Əslində bu da biraz vektor kimidir. Mütəmadi, bunun var son nöqtəsi. Sənin son nöqtən, məsələn, olsun bura x. Bir nöqtədən ölçək, yəni son nöqtədən bir x deyirəm. Başqa nöqtəyə x0 deyirəm. İndi x0 biraz beyninizdə biraz fiskət başlamışsınız, biraz qorxutucu gəlməsin. Atıram buraya 7 metrdir, burada 3 metrdir. Demək 3 metrlik bir yerdən başlayıb 7 metrə getmişəm. Onda mənim yer dəyişməm nə qədərdir? Yəni bura nə qədərdir? Bura sx deyirik biz. Yəni s-in x ox istiqaməti proyeksiyası burada çıxılıb yəni x olur. S2-nin nəyə bərabərdir? Hamının 4 dediyi neçədir? Əslində deyişmirəm, yanılır. 7 metr çıxılsın 3 metr. Yəni burada, bunun nədir? X çıxılsın x0. X çıxılsın x0. S2 nəyə bərabərdir? S2-də bura atıram deyim y0, başlanğıc nöqtə dedim. Burada dedim y. Yəni bura bərabərdir. Bu da y çıxılsın y0 olar. İndi bunu biraz çox çaşırlar, işarə səhvi çox eləyirlər. Çox eləyirlər. Bunu aradan qaldırmaq üçün bunu bir dənə yazı formasına yazın. Hər zaman eləyəcəyiniz bir şey olmalı. Hər zaman eləyəcəyiniz bir şey olmalı. Hər zaman x çıxılsın x0 yazın. Hər zaman son çıxılsın başlanğıc yazın. Son koordinat çıxılsın başlanğıc koordinat. Niyə? İndi məsələn, atıram, buranı deyirlər. Belə olsun. Belə olsun. Götürüb yeni yazılar, 7 çıxılsın 3, 4. Elə deyil. Sən yer dəyişmən aldı ki, sondan başlanğıc çıxmalıyam görüm S1 nəyə bərabərdir. Mən nə qədər hərəkət eləmişəm. Yəni sondan başlanğıc çıxırsan, 3 metrdən 7 metr çıxır, -4. Yəni -4 metr buradan bilirsiniz nə deməkdir? Mənfi bilirsiniz ki, müsbət bu tərəfdir. Yəni burası göstərir. Mənfi bu tərəfdir. Sən -4 metr getməyin, demək bu istiqamətə 4 metr getibsən demək. Həqiqətən nə edirsən? Bu istiqamətə 4 metr getibsən, bu da -4 metr deməkdir. Yəni, nə edirsə, sondan çıxırsınız başlanğıcın. Təbii ki, bura onda x olur, bura olur x0. Yəni, x0 deyiləcəyimiz bir şey odur ki, mən başlanğıc nöqtəni koordinatdır. X-də son nöqtəni koordinatdır. İndi dediyim kimi, proyeksiya müsbət ola bilər, mənfi ola bildiğini göstərdim, hətta 0 ola bilər. Bunun bir ölçülü fəzadı göstərib, ondan sonra bir dənə nümunəsini işləmək istəyirəm. Baxın, dostum. Bunu nətər taparsın? Son çıxılsın başlanğıc. Yəni, bura nə deyil, ümumiyyətlə? S1 nədir? Mən proyeksiya nədir? Hamısı x oxudu bu arada, yəni burada yazılır. S1 nədir? X oxudur. Y demirəm, üzr istəyirəm, Sx. Sx nəyə bərabərdir? Yazmışam ki, Sx bərabərdir. Son koordinat x çıxılsın x0. Son çıxılsın başlanğıc. Bunu biraz yazıram, düzdür, öz müəllim türk-türk elədi deyə bilərsiniz. Amma yazıram. Bu nədir? S-in x oxu istiqamətində proyeksiyası. Mən bunu biraz atlayacağım. S-in... Bunu biraz türk-türk elədim, yazdım, çünki səhv edirsiniz. S-in x oxu üzərində proyeksiyası, yəni S2 bərabərdir. Son koordinat x çıxılsın başlanğıc koordinat x0. Bu şəkildə yazılır və hər zaman belə olur. Bu y oxu istiqamətində aiddir. Yəni y oxu nə olur? Burada y yazasın. Z olsa atıram, Z düz yoxdur, amma olsa belə yazasınız. Bu olsun indi x oxu istiqamətində baxdığımız. İndi bunu eləyirəm. Bax burada da eləyirəm ha. Yəni nə tər olur? Son çıxılsın başlanğıc. Yəni S2-in bərabərdir, 4 çıxılsın 10. Burada barda yazmadım. Niyə 10 çıxılsın 4, 6 metr bərabərdir. 6 metr. Burada çıxsam nə alır? -6 metr.
Yəni bu neymiş? -6 metr olmuş oldu. Bəs bura nədir? Sonunda 4'dür, başlanğıcında 4'dür. Şimdi nə edirəm? Sondan çıxıram, başlanğıcım 0. Demək ki, x istiqamətini hərəkət eləməmsən. Amma o deməkdir. X istiqamətini hərəkət eləməmsən. Superman kimi qalxmısan göyə. X istiqamətini hərəkət eləməmsən. Yəni sağa sola getmirsən. Düz qalxmısan yuxarı. Bax o yerləşmə onu SX onu göstərir, Flex onu göstərir. Yəni x istiqamətində nə qədər hərəkət eləmsən, onu göstərir. Burada 6 metr hərəkət elədi, burada -6 metr hərəkət elədi, burada da nə qədər hərəkət elədi? 4. Və vektor ölçənliklərinin yanında qoyulan mənfi o deməkdir ki, yəni x oxu buradasa, mənfi o demək, -5 o deməkdir ki, bu istiqamətə getmisən. O deməkdir. Bu istiqamət 5 metrə getmisən. Hətta biraz sürət keçəndə görərsiniz ki, mənfi sürət, -30 metr bölü saniyə, müsbət 20-dən daha çoxdur. Yəni bu riyaziyyatçılar da açıldırır özü. Amma belədir. Bundakı sürət mövzusunu keçəndə göstərəcəm. Baxın, indi bura nə olmuş olur? Bura olur SX. Bura olur SY danışdıq baxda və SX-in nəyə bərabər olmuş olur? X çıxılsın x0, bunu dedim. SY-in nəyə bərabər olmuş olur? Y çıxılsın y0. Deyərsiniz, mən bunu azad yazdım, niyə yazdım? Çünki belə bir şey də var ki, belə suallarda var ki, və sən deyir ki, S-in uzunluğuna qədərdir. Yəni, bəxşi, buranın uzunluğunu tapa bildin, halaldır. Buranın uzunluğunu tapa bildin. Bəs buranın uzunluğu, sən nə qədər yer dəyişmirsən? Yəni, burada nəyə tapasınız? Çox asan bir şeydir. Necə tapasınız, daha doğrusu. Burada bir şey olur, S modulu, yəni ədədi qiymətli, ədədi qiymətli siz başında bunu yazma haqqınız yoxdur. Bərabər. Burada gəlin bir dənə sadə bir riyaziyyat edilir. Sadə bir riyaziyyat edilir. S-in ədədi qiymətini tapır. Sadə bir riyaziyyat edilir. Nə tərəfindən? Buradan nə qədər məsafə nədir? Bura SX-dirsə, bura da SX olmağı şərtdir. Bura SY-dirsə, bura da SY olmağı nədir? Şərtdir. Belədir də bu. Burada 90 dərəcə var. Pifagor teoremi, düzdür, Pifagordan zəhləm gedirdi, onun adını çox işlətmirəm. Amma Pifagor teoremini burada işlədilərik. Buranın kvadratı, üstə gəl, buranın kvadratı bərabərdir buranın kvadratı. Yəni S-ə. Modula deyirlər buna. Bərabərdir. SX kvadratı, üstə gəl SY kvadratı. Belə. Yəni bunun da S bərabərdir kök altında SX çıxılsın, SX üstə gəl SY. Mən bunun nümunəsini yazsam daha yaxşı biriniz oturur, həqiqətən daha yaxşı oturur. Biraz belə çaşqanlıq canlılar varsa, nümunə yazırım bir dənə. Nümunədə görəndən sonra artıq gəlsiniz ki, həll edərəm demiş. Silib nümunə yazmaq çalışır. Nümunə yazdım. Nümunə nə deyir? Birinci olaraq SX tapaq. SX nəyə bərabər? Son çıxılsın başlanğıc. 4 çıxılsın 12 metrdir burada. 4 çıxılsın 12 nə qalır? Qalır 8 metr, amma -8 metr. -8 metr. Sizə vaxtda özüm çaşırdım. -8 metr qalır. Və SY nəyə bərabərdir? SY də bərabərdir. 15, yəni son çıxılsın başlanğıc 9 nə qalmış olur? 6 metr qalmış olur. İndi bunları tapdıq. Yəni məndən nə soruşulurdu? Yəni sualın nə soruşduğunu yazmadım. SX-ini soruşulurdu, SY soruşulurdu və S-in elə özü soruşulurdu. Bunlar bunu tapdınız, rahat. Bunu da tapasan. Bunda çox rahat. Bura -8-dir. Ümumiyyətlə buranın uzunluğu nədir? 8 metr var. Deyəlim mənim çaşmadım, yox. Bura -8-dir, amma uzunluq olaraq 8-dir. Yəni laf -8 də deyə bilərsiniz. Yəni sorun yoxdur, deyil. Yəni sorun yoxdur, deməksindir. Sən kim nə deyir? Birazdan riyaziyyatın o gözəlliyini görəsən, onsa deyəsən ki, çaşdırməzdir. Ondan sonra nə geçsəm, S-in uzunluğu nəyə bərabərdir? Bunu zaten çoxu gördük. S bərabərdir. Kök altında bunun kvadratı, -8-in kvadratı, üstə gəl bunun kvadratı. 6 metr. Yəni 6-nın kvadratı. Bu da nə olmuş olur? Kök altında 100 olmuş olur. Bu kvadrat -7. Bu da qaldı və 10 metr. Demək ki, buranın uzunluğu nəyə bərabər imiş? 10 metrə bərabər imiş. Bu haqda suallar bu qədərdir, belədir. Yəni bu haqda suallar belədir. Əlbəttə sualda belə deyir ki, adi sim ABCD traktor üzrə hərəkət edir, həqiqətən də ABCD traktor üzrə hərəkət edir. Cismin getdiyi yol yer dəyişməsindən neçə dəfə çoxdur? Onu tapaq. Biz istəyirik, görürük yer dəyişməsindən neçə dəfə çoxdur. Yol tapmaq asandır, yol hamı tapır. Nədir? Hamısını topla. Bu toplayanda nə edir? 8-8 üstün 6 gəlində də yolumuz nə bərabər olmuş olur? 14 metr olmuş olur. Yəni yer dəyişmək. Yer dəyişmənin bəziləri tapa bilmir. Yer dəyişmə nədir? Başlanğıcın sonu birləşdir. Deyirsiniz ki, mənim başlanğıc sonu birləşdir, həmişə belə deyirsin, amma mən bunu nətər edirəm? Bu uzunluğumuza tapa bilər. Məsələn, bu riyaziyyatdır, yazı məsələdir, yəni sırf riyaziyyat bıraxdır. Nə edə bilərsiniz? Bura 6 metrdirsə,
Deyirlərsən ki, mən belləsəm, burada 6 metr olar. 6 metr olur. Və bura 5 metrdirsə, burada 5 metr olur. Ümumi bura nə olar? 8 metr olur. 6, 8, fəqur teoremindən bura 10 metr. Az əvvəldə hesablamışdım zaten. Demək, mənim yer dəyişimim nə oldu? 10 metr olmuş oldu. Necə dəfə çoxdur. Yəni də nə edirsiniz? Yolu bölürsünüz. Yer dəyişməyə 14-ü bölürəm. Ona 1.4. Demək 1.4 dəfə neymiş? Çox olmuş yol yer dəyişməyə. Deyək ki, indi 56 sual işləyirəm. Deyək ki, cisim ABCD traktoru üzrə hərəkət edir. A nöqtəsindən D nöqtəsinə gəlir. Onun getdiyi yol yer dəyişməsinin neçə dəfə çoxdur? Yəni az əvvəlki sualın demək olar yenisi. Sadəcə burada mütərizə edirəm. Yol nəyə bərabərdir? Hesablaya bildiniz hamınız 3 aya bərabərdir. Yer dəyişmə nəyə bərabərdir? Mən sonla başlanğıcı birləşdirəm. Birləşdirdiyim aya bərabərdir. Neçə dəfə çoxdur deyəndə yenə bölürsünüz bir-birinə. Bölündə də nə alır? Deməli neymiş? Bəlkə də nə oldu? Deməli neymiş? 3 dəfə çox imiş. Mövzu bu qədər. Yəni mövzu zaten bu qədərdir. Yəni bunun part 2-si də var təbii ki. Mexanik hərəkətdə danışdım. Müstəqil arabasında hərəkət haqqında danışmamışam. Ki part 2-sini danışacağam. Çünki niyə? Videolarımı istəyirəm ki uzun olmasın, qısa olsun. Mən də yorulmayım. Mən də yazsam. Bu arada eğer eləyə bilmədiyiniz sual falan varsa yazarsınız altta. Teşekkürler. Cavab verərəm yəni. Cavab verərəm, yazın.